İsmail niyə xətayıdır? Şah İsmailin adı birincisi xətayı deyil, qardaş. Şah İsmailin adı xətayı deyil. Şah İsmailin atasının adı Heydərdir, öz adı İsmaildir, soyadı da Səfəvidir. Yəni Şah İsmailin şəxsiyyət vəsiqəsi bu gün olsaydı, Şah İsmailin şəxsiyyət vəsiqəsinə yazılardı ki, Heydər oğlu İsmail Səfəvi. Xətayı isə ədəbi təxəllüsdür. Ədəbiyyatda təxəllüsdür. Yəni Şah İsmail şeir yazanda xətayı təxəllüsündən istifadə edib. Orta əsrlərdə ədiblər özlərinə, Azərbaycan ədibləri özlərinə təxəllüs götürürlərdi. Məsələn, bizim şairlərimiz var, Xəstə Qasım, Tufeyli, Qurbani, Miskin, Əyyaşi. Bu kimi bizim ədiblərimiz var, təxəllüs götürüblər. Yəni, niyə görə Əyyaşi? Niyə görə Miskin? Məsələn, Miskin Abdal adlı bizim ədibimiz Qərbi Azərbaycanlıdır. Miskin Abdal. Əsl adı Seyid Hüseyndir. Adam Səfəvi sarayında ideoloqdur. Şah İsmailin yanında oturur. Amma özünə Miskin ləqəbini götürüb. Orta əsrlərdə İslam dini insanların həyatına çox ciddi şəkildə təsir edirdi. Həmçində bizim ədiblərimiz dünyada nə qədər ucalırdılarsa, dünyada nə qədər vəzifə, mənsəb baxımından nə qədər ucalırdılarsa, bir o qədər Allahla münasibətdə özlərinə həqir, xəstə, fəqir, tufeyli, miskin kimi ləqəblər götürürlərdi. Yəni, Allahla münasibətdə özlərini əzirdilər. Şah İsmailin də xətayı təxəllüsün götürməsi bu məsələ ilə bağlıdır. Çünki Şah İsmail xüruc eləyəndə Azərbaycanda vəziyyət qarama-qarşılıq idi. Gürcülər o yandan, Özbəklər bu yandan, Əfqanlar o yandan, Azərbaycanda aləm qarışmışdı bir-birinə. Ağqoyunlular bir-birinə müharibə eləyirdi. Xalqın məişəti pis gündə idi. Vergilər ağırlaşmışdı. Müharibələr davam eləyirdi. Və belə bir məqamda Şeyx oğlu İsmail xüruc eləyir. Və ədalət şüarı ilə Şah İsmail dalbadal qələbələr qazanır. Şah İsmail dalbadal qələbələr qazandıqca xalq arasında belə bir şaya yayılır ki, Mehdi zühur eləyib. Sıravi, cahil xalq Şah İsmailə Mehdi kimi yanaşır. Təbii ki, Şah İsmail də bundan narahat olur və xətayı təxəllüsünü götürür. Yəni, Şah İsmailin xətayı təxəllüsünü götürməsi ilə bağlı bizim əlimizdə konkret bir dəlil yoxdur ki, məsələn, bəziləri deyir ki, Hürrün məzarını açdırıb, bəziləri deyir ki, xəttat olub, bəziləri deyir xətayı tayfasından olub. Bunlar hamısı fərziyyədir. Həmçində mənim dediyim fərziyyədir. Amma mənim oxuduğum Şah İsmailin xarakteri ilə bağlı, mənim düşüncəm, Şah İsmailin xarakterinə bələd olmağım, Şah İsmailin külliyyatına bələd olmağım bunu deməyə əsas verir ki, Şah İsmail təvazu əhli olduğuna görə, təvazökar bir insan olduğuna görə xətayı təxəllüsünü götürüb. Bir, həm də cahil insanların, Şah İsmail'a İmam Mehdi deyən insanların dilin bağlamaq üçün xətayı təxəllüsünü götürüb. Çünki İslam şəriətindən xəbəri olanlar bilir ki, Cəfəri məzhəbində 14 dənə məsum var, vəssalam. 14 nəfər məsum var. Onlardan qeyriləri hamısı xətayıdır. 14 məsumdan savayı hər kəs xətayıdır. Şah İsmail'də 14 məsumdan biri olmadığını vurğulamaq istəyib ki, mən 14 məsumdan biri deyiləm, mən xətayıyəm. Mən sizin kimi sıravi insanam, mən Mehdi deyiləm. Belə